Binə qəsəbəsində Laçın Story Trendyoldan içəri ana yola 250-300 metr məsafə, dövlətin suyu, qaz sayğacı, işıq sayğacı, sayğacların hamısı olan, həyətinə də bir maşınlıq həyəti, yəni olan, bir maşından da çoxdur, əslində həyəti genişdir. 4 otaq ev çıxardım, kombi sistemindən belə hər şey var, kürsülüdür, padvala giriş var, qiyməti 66.000, real müştəriyə yeni də indirim var. Ana yola 250 metr məsafə, plus 218 nömrəli məktəbə bu evdən cəmi 150 metr məsafədir. Çox qəşəng variantdır. Koridor sistemidir. Solda mətbəximiz. Mətbəx mebelindən belə hər şey var. Burada belə geniş qonaq otağı, otaqlar təmirlidir. Əla variantdır həqiqətən də. Burada bir yataq. Yəni bu yatağın prosta işığı yanmır. Yəni harasa üçüncü olan bir yataqdır. Bu ikinci yataq. Pəncərələr öz həyətinə baxır. Belə bir sanitar qoşağı. Gördüyünüz kimi. Və bu da 3-cü yataq otağı. 3 yataq otağı qoşadaşına tikilib bir zal, bir mətbəx. Qiymət 66.000. Ana yola 200-250 metr, məktəbə 150 metr. 218 nömrəli məktəbə çox yaxındır. Şirin suyu, qaz işığı da var.